Bax, görürsünüz dostlar, burada hərbiçilər, İsveçrə hərbiçiləri yolu qoruyurlar ki, heç kəs trası kəsmir. Bax, bunu da biləsiniz. Yəni, prezident gəlir, bir dövlətin prezidenti. ABŞ prezidenti olursa olsun, İsveçrə prezidenti olursa olsun, nə bilim, başqa prezident olursa olsun, görürsünüz, yolu kəsmirlər. Yolu kəsmirlər. Fikir verin. Hal-hazırda hansısa prezident gəlir. Hansısa prezident gəlir kortejlə. Görürsünüz, biz də indi onu çəkirik. Normal. Yəni, ABŞ prezidenti Donald Trump getdi. Onun kortejini çəkdik. ABŞ prezidenti Donald Trump. Normal. Heç kəs yolu kəsməyibdir ki. Hamı şey eləyib. Dünya liderləri, mən də dostlar, maşınla gedirəm. Trump'a salam dedim. Belə sağ ol dedik, getdilər. Və salam, şüt, tamam. İnanmırsınız, mən bax sizə göstərirəm. Bax, bu mənəm, Emin Hüseynov. Balaca xudmani arabamızla gedirik. Bu da görün, İsveçrənin Davos şəhərinə gedən yol. Çəkdim, göstərdim. Donald Trump'ı da belə yola saldım. Nə istəyirsiniz? Düz qabağımdan keçdi. İndi yəqin ki, cənab Əliyevi də yola salacağıq. Yolları görürsünüz. Burada kəsiblər. Burada yolu buraxırlar məni. Bax, belə olur da. Demokratiya budur, dostlar. Fikir verin. Maşınlar gəlirlər. Donald Trump getdi. Mən də gedirəm. İndi İlham Əliyevi də yola salıb sağollaşacağım, gedəcəm. Bu da İsveçrə hərbiçiləri. Topunu, tüfəngini yavaş-yavaş aparır. Nə istəyirsiniz? Yəni, başa düşürsünüz də, indi İlham Əliyev arada harasa gedirsə, yolu kəsirlər, nə bilim, onu eləyirlər, bunu eləyirlər. Nə ehtiyac var, İlham Əliyev? Bax, hamı gəlir Davosa. Sən də gəlirsən, xoş gəlirsən. Bax da, öyrən. Arada özümü görəm, sadə prezident kimi göstərirsən. O, bizdə belə deyək də, media ördəkləri deyirlər, patsadnı utki. Onları yığıb gətirirsən, göstərirsən xalqa ki, ay belə, ay elə. Neyniyək? Nə edək? İndi birazdan Elon Musk da şəhərdədir. Görək, bəlkə Elon Musk'ı gördük. Dedik ki, ay cənab Musk, bu Starlink'i bizə də çox görmə. Qiymətini aşağı elə. Lan fəşməkən. Nəysə, hələlik bu qədər məndə Trump müəllimi yola saldıq.